Sabahınız xeyir. Yeni videoya xoş gəldiniz. İnşallah hosteldən çıxıram. Gedək ilk öncə bir müsəlman restoran tapaq. Ondan sonra da gedək sizi möhtəşəm bir yerə aparacağam. Möhtəşəm bir mənzərəyə aparacağam. Allaha şükür ki, bir də restoran tapmışam. Elə hostelimin yaxınlığındadır. Gördüyünüz söz, bu ağ söz halal sözüdür. Yəni ki, bu müsəlman restoranı olduğunu bildirir. İçəridə də buradan görürəm dəvə əti falan var. Yəni dəvə şəkilləri falan var. İnşallah girib günorta yeməyimizi yeyək. Ondan sonra nə vaxtdandır günorta yeməyi yemirəm mən. Ümumiyyətlə yemək yemirəm. Ondan sonra da inşallah gedək qaldığımız yerdən davam edək çəkilişlərimizə. Özümə mən əməlli əziyyət verirəm. Otelimin elə yanında, yaxınında belə bir şey var idi. Bu Çindəki ən halal bilinən şəbəkədir. Sırf içəridə işləyənlər də başlarında o müsəlmanların qoyduğu papaqdan taxırlar, təsəkküdən taxırlar. Yəni, hər tərəfdə də halal söz qeyd olunur. Sırf müsəlman restoranında. İndi hal-hazırda bir dənə yemək sifariş vermişəm. İçində belə bir mal əti var, yumurta var, suyu var. Bir də ki, böyük bir yemək var, onu içəridə hazırlayırlar. Noodle yeyəcəyik inşallah. Baxın ki, tapdım və ən sevindiyim yeri isə bu restoranın çox yaxın, otelimin çox yaxınında olmaqdır. İndi yeyib çıxıram çölə inşallah. Bugün hər şey daha yaxşı olacaq. Belə turbuçuq olar. Borudur, bu bildiyim boru. Parmağım girdi içine. Yeməyimi gözləyirəm. Ana yeməyim gəlsin. Çörəyim gəlsin. Burada çörək həddən artıq çox bahadır. Çox bahadır çörək. Prosto zakaz verdim. 2 manatdan bahadır çörək. Adi balaca nəzik çörək. Çünki çörək olmadığına olan yerlərdə çox baha satır. Onu yemək söhbəti ola bilər. Ya bu qədər şey yeyə bilərəm. Qaşıq verib, bir də ki, həyatımda ilk dəfə işlədəcəm belə bir şey verir. İçinə gəlmişəmsə bunu məcbursan işlətməyə. Başqa yolu yoxdur ki, o möhtəşəm anı sizlə bölüşəcəm. Prosta çox böyükdür, bunun içinə dörd doyadır. Görürsən, paket eləmək yoxdur. Sulu olmasaydı pakete gətirərdim. Mən bu nətər yeyirlər, bilmirəm. Suyu var, içindən noodle var, ya Allah, bir dənə dadı olar, heç olmasın. Suyu əladır, bax ləzzət elədir. Çörəyini də versin, yaxşı olar. Heç cür çıxamıram. Bu necə deyil? Nəysə bu qalsın da, yavur olacaq, abi dəyikdir. Öyrənəcəm amma. Ben elə biləm çörək zakaz vermişəm. Sən demə çörək də ki, pide kimi bir şey yemişəm. Belə bir şey gətirdilər. Dadı olsa, onda qiyməti yaxşıdır. Elə axşamlar o yeyərəm, gündüzlər də bunu yeyərəm. O hardasa 2 manatdır. Göstərdiyim 2 manatdır. 2 manat neçə gətirir? Bu da ki, hardasa 4 manat, 5 manatdır. Set kimi götürmüşəm. Mən sokuncadım falan. O pişi buranın hamısına 10 manat pul vermişəm bizim burada. Yumurta möhtəşəmdir. Çayda dəmləyirlər. Aromalı da. Həqiqətən çox super. Mən belə yumurta yeməmişdim. Bu da qəşəngdir. Yeməkləri ümumiyyətcə qəşəngdir. Buranın yeməkləri ləzzətlidir. Xoşuma gəldi. Bu prosta biraz acıdır. Acılıq sonradan hiss olunur. Bu dəqiqə ağzımın dörləri yanır. Heç yarıya da çatanmamışam, partlayıram. Yəni ki, doyuncul bir şeydir.
Prosta elə mən bununla dolanacaq bundan sonra bu çörəklə. İndi paket elətdirəcəm. Burada restoranın yanıdır. Həm də otelimin yanıdır. Oteldə ümumiyyətcə belə deyim də, siz içində halal yemək axtarırsınızsa, adi kafelərdə satılan nudullardan istifadə eləməyin. Çünki mən hamısını araşdırdım. Adi kafedə satılan tərəvəz nudulunda belə ən çox bunlar o yerdə tərəvəz nudulunda belə deyir donuz yağı ilə düzəlir ki, dad versin. Ona görə yəni halal axtaranlar əsla onlardan istifadə eləməsin. Eləyə bilərsiniz, amma üstünə onların halal yazır. Halal yazan varsa istifadə edə bilərsiniz, yoxsa belə yox. İstifadəsi yoxdur. Hal-hazırda Jiangxin parkına gəlmişik. Adlarını düz tələffüz eləməyə bilərəm. Bura Çini yuxarıdan göstərəcək bizə. O Tiananmen meydanı falan yuxarıdan baxacaq. Görək inşallah getdik. Kameramı sil, tamam. Bir dənə YouTube'a videomu çəkim. Kamerada siləcəm. Guangzhou'ya gedəcəm, Şanxaya gedəcəm. Oradan Guangzhou'ya gedəcəm. Guangzhou'dan da Malazya'ya uçuşum var. Klasik Asiya ölkəsi. Yəni bilirsiniz ki, Asiya daha çox velosiped, motosiklet, maşınlardan çox olar. Hal-hazırda gördüyünüz kimi. Belə bir maraqlı heykəl var. Burada yəqin ki, heykəl yerdir. Gedək biraz Çini yuxarıdan görmək istəyirəm. Yoxsa hələ ki gedib çıxa bilməmişəm. Bir resəf getmişəm. Canlı yayındaydım deyə xəritəyə baxmadım. Öz başıma getdim, amma qəşəng maraqlı yerlər kəşf elədim. İndi də yenidən o tərəfə doğru irəliləyirəm görək. Toyuq ayağı ayrı, dənədə ayrı. Bunlar yəqin dəniz məhsullardır, qarın var orada. Bunlar nədir bilmirəm. Burada bağlı. Hal-hazırda Drum Tower'ın qarşısındayam. Bura Drum Tower gedir, Drum Tower. Mən siqareti attım ki, bu zonalarda siqaret biraz çətin məsələdir. İndi bu zonaya görə yox, Malazya'ya görə. Bunlar bizdən çox çəkir siqareti. Gəldik, çatdıq Jiangxin parkındayıq. Hal-hazırda yuxarı qalxacaq. Çox hündür bir yerə qalxacaq. Girişdəki 2 yuan. Yəni 50 qəpikdən aşağı. Bilet aldıq 2 yuana, 50 qəpikdən aşağı. İndi çox yuxarı qalxacaq. Görək başımıza nə işlər gəlir.
Hər tərəfdə olduğu kimi burada da çox böyük insan kütləsi var. Addım-addım gedirik. Ora necə qalxacaq bu millətdən bilmirəm. İlk nöqtəyə çatdıq. Biyağdan yeriyirik də. Axır ilk nöqtəyə çatdıq. Amma ki, hələ ki qalxırıq. O qədər çox adam var ki, tərpənmə olur. Ona görə 3 dəqiqəlik yolu 1 saat, 2 saata qaldı. Görün, mənzərə xoşuma gəlməsə, yəni bu qədər əziyyətə dəymir. Burası mənzərəyə baxır. Yəni söhbət uzaqlıqdan deyil. Burası metrodan çıxıb biraz çox vaxt aparır da bura gəlmək. İndi görəcəyik də mənzərəyə baxacaq. 1750-ci ildə tikilib bu. Guanmiao pavilyon gedir adı. Xinjiang parkındadır, Jiangsu parkındadır. Elə bir parkdadır. Guanmiao pavilyon. Görə biraz da yuxarı var, orada qalxmaq istəyirəm, ora getmək istəyirəm. Futbola gedir. 上去，然后他等登上那个天空，然后再放上去，那其实这样是对的。 Yaşadığı burada kayıp şəhər gedir da, kayıp şəhər. Baba orada. Hamı o tərəfə fokuslanır, biz də bu tərəfə. Tərəf daha yaxşı. Bura bir əziyyətlə gəlmişəm. Möcüzəvi təbiətindən. İnşallah, inşallah. Həqiqətən mən öz dilinə bu qədər hörmət eləyən ikinci ölkə görməmişəm. Yəni ki, bilirsiniz necədir? Turistik bölgədə yenə də ingilis dilində heç nə paylaşmayıblar. Bütün yazıların hamısı öz dillərindədir. Yəni bura turistik bölgədir, yəni daha çox turistlər gəlir edir, amma yenə də bir də ingilis dilində söz yoxdur. Hal-hazırda Çinin gecə həyatı, burada gecə gündüz fərq eləmir. Hər vaxtı millət olur. Pixado, video. Video. Ni hao. Picture silent. Have a good time, bye. Sao. You look good. Thank 新年快乐。新年快乐。 Welcome to China in Beijing. Let's Happy New Year. Happy New Year. 新年快乐。You look good. You are very handsome. You are very handsome. You look good. Thank you. 欢迎来到我的家乡湖南。拜拜。 Müştəri çayına üzür. Görün, həqiqi müştəri çayına biz də deyirik ki, müştəri çəkirik. Dükkanın qarşısında müştəri çayına üçün düzəltdikləri yerə baxın. Çox sağ ol, çox sağ ol. Allah razı olsun. Öpürəm, var ol, öpürəm səni. Bəh. Hədiyyələrə baxın, hədiyyələrə. Uşaqlar, sonra deyirsiniz ki, hədiyyə gəlmir. Baxın, hədiyyələrimiz də gəlir. Bunların hamısı müştəri çəkmək üçündür. Belə şeylərin hamısı müştəri çəkmək üçündür. Baxın içində. Hal-hazırda belə bir müsəlman restoranım deyir. 2 şiş kebab yiyəcəm. Burada müsəlman restoranları həm içinə halal yazır, həm də ki başlarında təsəkkür olur, bunu unutmayın. Hal-hazırda 2
dənə toyuq yedik. 2 şiş toyuğa 2 manat 50 qəpik pul verdi, amma dadlı olduğuna 4-ünü də dedim. Ki yeyirəm, heç olmasa bir dəfəlik yeyim. Eyni vaxt edirəm, hamısı. Ye. İndi bu nətər yeyəcəm, məsələ odur. Göndər. Bəli, ekranı bəyənək zəhmət olmasa. Üzürlü sayın. Burada gecə olduğuna yeyirəm, elə eləyim siz görməyəsiniz. Gəlib yeyəndə ancaq müsəlman restoranlar var, çoxdur, müsəlman restoranlar var. Şurada dəqiqə siz səbirli olun. Bu YouTube izləyicilərim də görməlidir. Üstü şirinlə tutulub, altı da əsil çiyələk. Bəxtəbəxt aldım, amma möhtəşəm bir şey. Əsil çiyələk, üstü də böyle bir şirin bir şeyle tutulur.